Dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar mədəniyyət üzrə elmi metodiki və ixtisas artırma mərkəzi və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə musiqidə milli ənənələrin təcəssümü adlı elmi praktiki seminar keçirilib. Tədbirdə Azərbaycan musiqi mədəniyyəti, Azərbaycan bəstəkarlarının əsərlərində milli mərasimlərinin tərənnümü, xor musiqisində muğamdan istifadə məsələləri və digər mövzularda çıxışlar olub. Sonra Gəncə Dövlət Universitetinin müəllim və tələbələrinin ifasında musiqi əsərləri səsləndirilib. Mədəniyyət Rüzgarı adlanan bu tədbirlər silsiləsi 8-12 aprel tarixlərində Gəncə şəhərində baş tutacaq. Burada həm elmi seminar, həm sənətkarın dostu layihəsi, həm ustad dərsləri, həm mədəni irsini qoru layihəsi və kitabxana işçiləri və digər mədəniyyət ocaqlarımızın əməkdaşlarının təlimatlandırılması üçün müxtəlif səpkili tədbirlər keçirilməsi nəzərdə tutulur.